Salam dəyərli müəllimlər. Bugün sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlərinə dəstək məqsədi ilə bir neçə testin izahını verəcəyəm. Testlərin izahına keçməmişdən əvvəl qeyd edeyim ki, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı yaddan çıxarmayın. Çalışacağam ki, sertifikasiya imtahanına qədər sizə daha çox dəstək olum və bunun üçün də əsas şərtlərdən biri nədir? Təbii ki, kanalımıza abunə olmaq. Çalışın ki, videonun linkini müxtəlif yerlərdə paylaşasınız ki, təbii ki, icazə verilən yerlərdə paylaşasınız ki, daha çox abunə sayına çatmış olaq. Nə qədər çox abunə sayı artarsa, sertifikasiya imtahanı ilə bağlı bir o qədər çox mövzu izahı, test izahı, sınaq izahı kanalımıza yerləşdiriləcək. İndi isə başlayaq testlərimizin izahına. Birinci sual. Nümunədəki isimlərlə bağlı səhv fikri müəyyən edin. Əgər olmasaydı dəryaca dərdim, dərdin yoxluğunu mən dərd edərdim. Bəxtiyar Vahabzadə. Bu testi təhlil etmək üçün şərtlə bərabər variantlara da diqqət yetirmək lazımdır. Nümunədəki isimlərlə bağlı səhv fikri müəyyən etmək lazımdır. A variantına baxırıq, mənsubiyyət şəkilçili isimlərdən biri düzəltmədir. Fikir versəz, dərdin yoxluğu, yox sözündən yoxluq ismi yaranıbdır. Yəlik hal şəkilçisi və özündən sonra da gələn mənsubiyyət şəkilçisi, yoxluğu və mənsubiyyət şəkilçili isimlərdən biri düzəltmədir. Yəni, baxın, leksik şəkilçisi var, demək ki, bu fikir doğrudur. Bizə səhv fikir lazımdır. İsimlərdən əksəriyyəti mücərrəddir. Gəlin fikir verək. Dərd sözü, yoxluq sözü, bunlar mücərrəd isimlərdir. Amma dərya sözü isə konkret isimdir, yəni gözlə görünə bilən bir anlayışdır. Amma dərd və yoxluq anlayışlarını isə biz gözlə görə və eyni zamanda şəklini çəkə bilmirik. Demək ki, mücərrəd anlayışlardır. İkisi mücərrəddir, biri isə konkretdir. Demək ki, əksəriyyəti mücərrəddir. Bu fikir doğrudur. Daha sonra əksəriyyəti mücərrəddir, biri isə konkretdir. Demək ki, bu fikir doğrudur. Nümunədə adlı xallı 3 isim işlənmişdir. Gəlin baxaq. Dəryaca sözü adlı xaldadır. Dərdim sözü, mənim dərdim, mənsubiyyət şəkilçili sözdür və başqa bir hal şəkilçisi olmadığına görə demək ki, adlı xaldadır. Yəni, 2 adlı xalda olan isim var. Dərdin yoxluğu, dərdin yəlik haldadır. Yəlik hal. Bunlar isə adlıq haldadır. Adlıq. Bu da adlıqdır. Yəni, üzərlərində hər hansı bir hal şəkilçisi yoxdur. Dərdim sözündə isə im mənsubiyyət şəkilçisidir. Bilirik ki, hal şəkilçisi yoxdursa, yalnız mənsubiyyət şəkilçisi varsa, demək ki, adlıq haldadır. Dərdin sözü də birinci tərəf yəlik hal, ikinci tərəf burada da mənsubiyyət şəkilçisi var. Demək ki, yəlik haldadır. Və yoxluğunu, baxın, fikir versəz, mənsubiyyət şəkilçisi. Təbii ki, bu mənsubiyyət şəkilçisidirsə, özündən sonra gələn də təsirlik hal şəkilçisidir. Yəni, yoxluğunu sözü təsirlik haldadır. Dərd edərdimsə, birlikdə götürülən bir feildir. Yəni, mürəkkəb tərkibi feildir bu söz. Yəni, dərd sözünü biz burada ayrıca bir söz kimi təhlil edə bilmərik. Mürəkkəb tərkibi feildir. Nümunədə adlı xallı 3 isimdir, amma 2 isim işlənib, dəryaca və dərdim sözləridir. Demək ki, bu fikir yanlışdır, doğru cavab C variantıdır. İsimlərin birində orfoqrafik qaydaya əsasən qığı əvəzlənməsi baş vermişdir. Gəlin baxaq. Yoxluğu sözüdür, yoxluğunu sözüdür. Bu sözün əslində düzgün yazılışı yoxluq formasındadır. Yəni, düzgün formada bu cürdür. Sadəcə q samiti sözün sonunda özündən sonra saitlə başlayan şəkilçi gələndə qığı əvəzlənməsi baş verir. Yoxluq sözündən sonra da u mənsubiyyət şəkilçisi gəldiyinə görə, yəni saitlə başlayan şəkilçi olduğuna görə qığı əvəzlənməsi baş vermişdir. Bu fikir doğrudur. Adlı xalda işlənmiş isimlərdən biri mənsubiyyət şəkilçisi qəbul etmişdir. Bu fikir də doğrudur, çünki burada dərdim sözü var, adlı xalda işlənibdir və mənsubiyyət şəkilçisi qəbul edibdir. Mənim dərdim. Mənim dərdim, yəni yəlik halı söz artıra bilirəmsə əvvəlinə, demək ki, burada olan im mənsubiyyət şəkilçisidir və bu da adlı xalda olan sözdür. Bu fikir də doğrudur. Keçək 2 nömrəli test tapşırığına.
Hansı nümunədə fe'li sifət yoxdur? Gülməli lətifə, malı məli fe'li sifətin şəkilçisidir. Burada var. Burada da malı məli var. Fe'li sifətin şəkilçisidir. C variantına baxmırıq. Keçək D variantına. Gəzilməli, malı məli var. Fe'li sifətin şəkilçisidir. Ası var. Həmçinin bu da fe'li sifətin şəkilçisidir. Daha sonra don sözün köküdür. Burada dondur, düzdürmü? Dondurma, dondurma ismin üzərində dondurmalı sifəti. Yəni bu isimdir. İsim, dondurma ismi və onun üzərində l sifət yaradır. Yəni siz bu şəkilçini malı formasında təhlil etməyəcəksiniz. Don, dondur, dondurma, dondurma ismi, dondurmalı sifət, dondurmalı tort, necə tort? Təbii ki, l şəkilçisi sifət yaradır. Malı deyil, malı formasında, yəni ma ayrı, l ayrı formada təhlil edilir. Doğru cavab C variantıdır. Yəni bu variantda verilmiş söz fe'li sifət yox, sifətdir. Sözün başlanğıc forması dondurmalı hissəsidir, yəni sifətdir. Üçüncü testə baxaq. Hansı bənd sinonim sözlərdən ibarət deyil? Bilirsiniz ki, sinonim sözləri müəyyən etmək üçün tərifə diqqət yetirmək lazımdır. Belə ki, sinonimlər bir-birinə yaxın mənanı ifadə edən sözlərdir. Və ikinci şərtimiz də budur ki, sinonimlərin aid olduğu nitq hissəsi eyni olmalıdır. Yəni, sinonimlər eyni bir nitq hissəsinə aid olmalıdır. Yəni, sinonim hesab etdiyimiz sözlər eyni bir nitq hissəsi olmalıdır. Deyək ki, bir tərəf isimdirsə, digər tərəfdə isim olmalıdır. Deyək ki, iki söz verilibsə, bir tərəf isimdirsə, digər tərəfdə isim olmalıdır. Yox, əgər bir tərəf sifətdirsə, digər tərəf fe'l və s. yəni və yaxud da fe'l sifət ola bilməz. Yenə də sifət olmalıdır. Yəni, bu qayda mütləq şəkildə ödənməlidir. Deyək ki, bir tərəf sifətdir, digər tərəf isimdir. Artıq bu şərti pozmuş olur. Nəyə görə pozur? Çünki hər iki tərəfi eyni nitq hissəsi olmalıdır. Amma burada biri sifət, digəri isim olduğuna görə şərti pozur. Və yaxud da bir tərəfi sifət, digər tərəfi fe'li sifət olanda, gəlin yazaq, sifət, digər tərəfi fe'li sifət olsa, bu da şərti pozur. Nə olsun ki, fe'li sifətdə sifət anlayışı var. Ən nəhayətində bu söz fe'ldir. Yəni, fe'l və sifət bir-biri ilə sinonim ola bilmir. Gəlin baxaq. Arıq, cılız, hər ikisi sifətdir və hər ikisi yaxın mənalı sözdür, yəni sinonimdirlər. Yaş, nəm, hər ikisi sifətdir və hər ikisi yaxın mənalı sözdür. Demək ki, sinonimdirlər. Şirin, şəkər sözləri. Şirin sifətdir, şəkər isə isimdir. İlk baxışdan bir-birinə yaxın görünsələr də, fərqli nitq hissələrinə aid olduqlarına görə, demək ki, bu sözlər bir-biri ilə sinonim deyil. Məsələn, şirin meyvə, necə meyvə? Şəkər, nə sualına cavab verən söz isim olur, necə sualına cavab verən söz isə sifət olur. Məzmun baxımından bir-birinə yaxın görünsələr də, fərqli nitq hissələrinə aid olduqlarına görə sinonim deyillər. Başqa bir nümunə göstərək, məsələn, çiy, bişməmiş. Fikir verin, miş fe'li sifətin şəkilçisidir, çiy sifətdir, bişməmiş isə fe'li sifətdir. Təbii ki, çiy bişməmiş anlayışını ifadə edə bilər. Məzmun baxımından bir-birinə yaxın görünə bilər. Amma fərqli nitq hissələrinə aid olduqlarına görə biri sifət, digəri isə fe'li sifət olduğuna görə bu sözlər bir-birinə sinonim deyil. Uca, hündür sözləri, hər ikisi sifətdir, hər ikisi bir-birinə sinonimdir, yəni yaxın mənalıdır. Ürək, qəlb, hər ikisi isimdir və hər ikisi yaxın mənalı sözdür, demək ki, sinonimdir. Keçək 4 nömrəli test tapşırığına. Oğlum, deməli sözünün hər iki tərəfindən vergül qoyulurdu. Bilirsiniz ki, modal sözlər ortada gələndə hər iki tərəfdən vergül işarəsi qoyulur. Deməli sözü modal sözdür. Modal söz. Modal sözdür və fikrə münasibət bildirir. Demək ki, bu söz modal sözdür. Sən də qardaşın kimi də burada nə olacaq? Də burada bağlayıcı olacaq. Bağlayıcı. Bilirsiniz ki, dadə həm də ədat ola bilir.
lakin burada sözün təsir gücünü və yaxud da cümlənin təsir gücünü artırmağa xidmət etməyibdir. Eyni zamanda hal şəkilçisi ola bilərdi ki, hal şəkilçisi olan halda da sözə birləşik yazılmalıdır. Burada isə ayrı yazılıbdır. Qüvvətləndirmə funksiyasını yerinə yetirmir, demək ki, bağlayıcıdır. Qardaşın kimi. Kimi sözü bənzətmədir, yəni qardaşına bənzədir. Qardaşın kimi bənzətmə qoşması. Yəni qoşmadır. Başqa da köməkçi nitq hissəsi olmadığına görə gəlin variantlara baxaq. Modal söz, bağlayıcı və qoşma. Modal söz, bağlayıcı və qoşma. Doğru cavab D variantıdır. Keçək 5 nömrəli test tapşırığına. Nümunədə hansı durğu işarələri buraxılmışdır? Burada vasitəsiz nitqi görürük və dialoq şəklində verilib. Dialoq şəklində veriləndə biz dırnaqları yox, dırnaqlardan yox, tirədən istifadə edirik. Yəni, qarşı-qarşıya verilsəydi, məsələn, qeyd olunsaydı ki, Elvin həyəcanla məncə bu istedad heç vaxt unudulmayacaq dedi. Əgər bu formada verilsəydi, fikir verin, artıq qarşı-qarşıya verilibdir. Demək ki, qoşa nöqtə qoyulur və dırnaqlar açılır. Məncə, fikir mənbəyini bildirən modal sözdür, vergül işarəsi qoyulur. Bu istedad heç vaxt unudulmayacaq dedi, müəllifin sözü gəldi və dırnaqlar bağlanır, vergül, tirə işarəsi qoyulur. Amma mövcud vəziyyətdə biz burada qoşa nöqtə işarəsi qoyuruq və dırnaq işarəsindən istifadə etmirik və tirə işarəsi qoyuruq. Arxayın ol, xala. Xala xitabdır, xitab. Xitab gələndə də ortada hər iki tərəfdən vergül işarəsi qoyulur. Nə qədər canımız sağdır, cümlə bitdi. Demək ki, burada vergül qoyuruq, çünki davamı var. Südabəni göz üstündə saxlayarıq, dedi. Dedi də müəllifin sözü olduğuna görə, yəni vasitəsiz nitq burada bitdi və dedi də sonra müəllifin sözünə keçirik və dedi də müəllifin sözü olduğuna görə o da vasitəsiz nitqdən vergül tirə ilə ayrılır. Yəni dedi sonda gələrsə özündən əvvəl vergül tirə işarəsi qoyulur. 1, 2, 3, 4 vergül. 4 vergül olmayan variantları ilk növbədə çıxmalıyıq. 2 variant qaldı. 1 tirə, 2 tirə. 2 tirə, 4 vergül. Bu da hardadır? Təbii ki, D variantında. Qoşa nöqtə də var burada. Burada nöqtə işarəsi qoyulmamışdı, onu da qoyaq. Belə dəyərli müəllimlər, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı yaddan çıxarmayın. Eyni zamanda bizə dəstək olmaq üçün videonu bəyənməyi, öz dəyərli şərhlərinizi bizə bildirməyi, videonu da paylaşmağı unutmayın. Gələn videolarda görüşənə qədər. Hələlik.